Məhərrəm bizi dəyişməyəndə nə dəyişəcək? Allahın məhəbbətindən, məhərrəmdən başqa nə zaman danışasan bu 10 gündən başqa? Allahın məhəbbətindən danışmaq üçün il ərzində ən gözəl günlər bu 10 gündür. Bilmək istəyirsənsə Allah səni nə qədər çox istəyir? Cavab budur ki, nə axtarsan Hüseyni qətligaha göndərib sənə görə. Bundan artıq sevgi, Hüseyni bilsən nə qədər əzizdir, razı deyil dırnağına nəsə olsun İmam Hüseynin, and olsun Allah'a. Elə bilirik ki, Allah üçün fədakarlıq sözü mümkün olsaydı, deyərdi Kərbəla Allahın fədakarlığıdır, bizə sevgisidir. Kərbəlada Hüseyni qətligaha göndərib, gözünün qabağında tikə-tikə doğranıb, deyib eybi yoxdur, qəbul edib ki, bizə nicat versin, bizim əlimizdən tutsun. Sevgi üçün bundan artıq nə dəlil gətirim? Heç bir dəlil Hüseynin Kərbəlası qədər ola bilməz. Allahın bizə sevgisinin dəlilidir. Məhərrəm bizi dəyişməyəndə nə dəyişəcək? Necə dəyişəcək?